Birini qovurdu, ürəyi parçalanmışdı. Mən qaçdım dalaca uşağa. Qorxurlar uşaqlar, cəmaət. Adam uşaqlar var, küçük tutulub. Bunlar hamısı real təhlükədir. Durduğum yer Xaçmazın mərkəzi parklarından biri olan Fəvvarələr Parkıdır. Buradakı sahibsiz itlər sakinlərlə bir yaşayır desək yanılmarıq. Görünən mənzərə də onu sübut edir. İtlə dost ol, amma çomağını yerə qoyma deyiblər. İtlər insanın vəfalı dostu sayılsa da, bəzən onlar da insan həyatı üçün təhlükə mənbəyinə çevrilirlər. Sahibsiz xəstə küçə itlərinə Xaçmaz şəhərində günün istənilən saatlarında rast gəlmək mümkündür. Sakinlər bildirir ki, itlərin hücumuna məruz qalmamaq üçün tək gəzməyə belə ehtiyat edirlər. Bu itləri əlindən keçmək olur ki, hara baxırsan hələ itdir. Hələ gündüzdür, buraya qaçıb gizlənib, axşam qaranlıq oldu, sürünəndir. Tuturlar da, cəmaatı tuturlar. Səhər-səhər uşaqlar dərsə gidir, valideynləri yola salırlar. Mümkün deyil, çoxdur itlər. Qorxurlar uşaqlar, cəmaat. Adam uşaqlar var, küçük tutulub. Belədir də, kəsindir. Görürsünüz ki, özləri yatıblar, dincəlirlər, axşam cüməcəklər biz üstümüzü. Belə, başqa. Tədbir görünmür. Tədbiri yoxdur, heç bir tədbir. Valla sahibsiz itlər çoxdur, təhlükəlidirlər, quduzluğu yayırlar, hücum edirlər, uşaqlara hücum, ən əsaslı uşaqlara, elə yaşlılara da. Mən özüm şahidi olmuşam, birini qovurdu, ürəyi parçalanmışdı. Mən qaçdım dalaca uşağa. Azaba gəlir mən. Tutdum da uşağı ürəyi parçalanmışdı. Dedim qorxma, axırı daşla zadına qovdu. Təhlükəlidirlər, çox. Aşağılarda da çoxdur. Həddilərdir, bu zibilxanalardır. Görünmür. Əvvəllər görürdülər, heç o da düzgün deyildi. Güllərlə vururdular, bizi evin qabağında vurmuşlar, uşaqlar pis oldu ondan. Elə yox. İynəsi var, nəyi varsa axır tədbir görmək lazımdır, mütləq yoxsulmaq lazımdır. Mağazinin yanında var orada, bu da 6 dənə küçük var yanında. Onlar böyüyəcək, onlar hamısı real təhlükədir. Tumis skvatı var bizdə deyilən yer, oradan keçmək mümkün deyil, hücum edir. Balalar vardı, nə uşaqlara hücum edir. Çoxdan da belədir. Çoxdan, 3 ildir, 5 ildir. 2 ildir o it orada, indi hər ildə küçüklüyür neçidini. Ancaq bəzi uşaqlar qorxurdu keçmək orada. Elə böyüklər də qorxur. O tədbir görmək olar, yığmaq, axırı yer olmalıdır bu heyvanlar üçün. Bu küçə itlərlə bağlı, bəli, biz çox bir hallarda bu problemlə üzləşirik. Ən çox da bundan əziyyət çəkən az yaşlı uşaqlar, məktəblilərdir, bir də yaşlı insanlardır. Ondan əlavə olaraq biz özümüz də gəlirik, parkda oturuq, dincəldik, hansısa bir əyləncə mərkəzlərinə kimi hətta bunlar yayılıb çıxıblar. Bunun qarşısı alınmağı tam məqsədə uyğun sayılardır. Hesab edirəm ki, bununla bağlı bizim dövlətimizin müvafiq qərarları qəbul olunub. Aidiyyatı qurumlar bu məsələni həll eləməlidirlər. Xaçmaz şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə müraciətimizdə icra nümayəndəsi Emin Ağayevdən müsahibə almaq istədik. Təəssüf ki, cənab Ağayev müsahibə verməkdən imtina etdi və bununla kifayətlənməyərək bizim peşə fəaliyyətimizlə bağlı məsləhətlər verməyə çalışdı. Bu davranış həm jurnalistikaya, həm də cəmiyyətə olan hörmətsizlik kimi qiymətləndirilə bilər. Emin Ağayev səlahiyyətlərini və məsuliyyətlərini düzgün dərk etsəydi, bu real təhlükənin qarşısı alınmış olardı. Ancaq görünür ki, icra nümayəndəliyi öz işini lazımi səviyyədə bilmir. İcra nümayəndələrinin əsas vəzifəsi cəmiyyətin maraqlarını qorumaq və problemlərin həllinə çalışmaqdır. Bu vəziyyətin təkrarlanmaması və daha ciddi nəticələr doğurmaması üçün icra nümayəndəliyinin işinin təkmilləşdirilməsi və öz vəzifələrinə daha ciddi yanaşması vacibdir. Biz jurnalistlər olaraq cəmiyyətin səsinin duyulması üçün çalışırıq və hər kəsin bu prosesdə üzərinə düşən məsuliyyəti dərk etməsi önəmlidir. Bu məsələnin həlli üçün isə təcili tədbirlər görülməsi vacibdir. İcra nümayəndəliyi və digər müvafiq qurumlar vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atmalıdırlar. İtlərin təhlükəsiz yerlərə köçürülməsi və onların sağlamlıq vəziyyətlərinin nəzarət altına alınması kimi tədbirlər görülməlidir. Əks halda sahibsiz itlər sakinlərin həyatına təhlükə törətməyə davam edəcək və bu problem daha da böyüyəcəkdir. Vətəndaşların təhlükəsizliyi hər şeydən öncə gəlməlidir. Nüşabə Mikail qızı Nizami Rəsulov, xüsusi olaraq Dinaz TV üçün.